1953-cü ilin oktyabrın 19-da Bakı limanına İranın Port Pəhləvi buxar gəmisi yan alır. Rəsmi sənədlərdə Azərbaycana 40 ton balıq gətirildiyi göstərilsə də, kəşfiyyat məlumatı əsl yükün 120 ton balıq və 40 ton kürüdən ibarət olduğunu deyirdi. Amma əsas şübhə çəki məsələsi deyildi. İran Sovet Balıq Cəmiyyəti ləğv edildiyi üçün bu reys İrana iqtisadi baxımdan heç bir xeyir gətirmirdi. Deməli, 16 ildir davam edən bu gediş-gəlişin arxasında ticarət yox, casusluq dayanırdı. Moskvanın da ciddi narazılığına səbəb olan bu nəzarətsizliyə son qoymaq üçün elə həmin gün Daxili İşlər Nazirliyinin 1-ci şöbəsinin rəis müavini, 30 yaşlı kapitan Heydər Əliyev təcili əməliyyat planı hazırlayır. O gömrükçülərə gəmini yoxlamağı tapşırsa da xüsusi bir qeyd edir. Çox da dərinə getməyin. Çünki sərt yoxlama Sovet gəmilərinin də İranda sıxışdırılmasına səbəb ola bilərdi. Heydər Əliyev incə bir taktika seçir. Gəmidəki qaçaqmalçı dənizçilər yerli agentlər, kod adları Ovçu, Mətin və Əhməd vasitəsilə tələyə salınır. Cinayət məsuliyyətindən qorxan İranlı dənizçilər Dövlət Təhlükəsizlik Komitəsi ilə əməkdaşlığa razı olurlar. Beləcə, Bakı İran kəşfiyyatının daxilinə öz agentlərini yerləşdirir. İzləmələr zamanı bir detal da diqqətdən yayınmır. İranlı dənizçilər şəhərə çıxanda sistemli olaraq ermənilərlə görüşür. Onların apteklərinə, mağazalarına gedirdilər. Oktyabrın 22-sində Xəqani küçəsindəki trolleybus dayanacağında gəmidən olan şübhəli şəxs Əhməd ləqəbli agentlə təsadüfən qarşılaşdırılır. Əhməd onu mənzilinə qonaq aparır və şam yeməyi arxasında İranlı qonaq Tehranın bütün planlarını açıb tökür. Hətta İrandan Türkiyədəki Azərbaycan mühacirlərinə, Mustafa bəy Vəkilova göndərilən gizli məktublar da ələ keçirilir. Nəzarətə alınanlardan biri də gəminin milliyyətcə fars olan kapitanı idi. O, Azərbaycan və rus dillərini bilmədiyini desə də, əslində hər iki dili sərbəst bilirdi. Günə 2 litrə qədər spirt içib sərxoş olmayan bu peşəkar kəşfiyyatçının və köməkçisinin Leytenant Şmit klubundakı erməni konsertinə qədər hər bir addımı saniyə-saniyə sənədləşdirilir. İllərlə Dövlət Təhlükəsizlik Komitəsinin daxilindəki erməni əməkdaşların göz yumduğu bu çirkin kəşfiyyat şəbəkəsi Heydər Əliyevin gərgin əməyi sayəsində darmadağın edilir. 1953-cü ildə kapitan kimi bu işə başlayan Heydər Əliyev 10 il sonra 1963-cü ildə podpolkovnik kimi 12 cildlik 125 nömrəli operativ işi bağlayır və Port Pəhləvi bir daha Xəzər sularına çıxmır.